Və tə'cilul xuruc minəl məscid yurisul fəqr. Məsciddən qaça-qaçdıqla, tələskərliklə girib məsciddə namazımı tez qılıb qaçım gedim, buyurur ki, fəqirlik gətirər. Gözlə bir cəmaat namazı qutarsın, ibadət tayı qutarsın, dua qutarsın, ondan sonra məsciddən xaric olasan. Və lə'nu aləl-övlad yurisul fəqr. Çox təəssüf olsun ki, indi çox analar bunu icra edirlər evlərində. Ananın övlada qarğışı nifrini yurisul fəqr. Fəqirlik gətirər. Və xiyatətü savmu aləl-bədən yurisul fəqr. Paltarı bədəndə ikən paltarı tikməklik fəqirlik gətirər. Və itfa'us sirac bin nəfəs yurisul fəqr. Hər hansısa bir otu, bir şamı üfürərək söndürməli də fəqirlik gətirər. Allah Peyğəmbərimiz buyurur ki, əl-qiyam nəl-fərəşə lil-bolu uriyanən yurisul fəqr. Peyğəmbər buyurur ki, çılpaq halda, insan paltarsız halda gecə durub ayaq yoluna gedər, bu iş fəqirlik gətirər. Və tərqul qasl yədəni indəl əkəl yurisul fəqr. Yemək yeməmişdən öncə əlləri yumadan süfrə başına otur yemək yeməklik fəqirlik gətirər. Və ihanətul kisrah minəl xubz yurisul fəqr. Çörəyə ehtiramsızlıq etmək fəqirlik gətirər. İnsan Allah yeməsin, süfrəyə çörək atanda çörəyi tullayar. Yaxud insan çörəyi süfrədə istifadə edir, yiyər, artıq qalanın neyər, süfrə ilə bir yerdə çırpanda tullayar, gedər, buyurur ki, yurisul fəqr, fəqirlik gətirər. Və ihraqu qışli savmil vəl-basal yurisul fəqr. Sarımsaq və soğan qabıqlarını yandırmalı buyurulur ki, fəqirlik gətirər. Və kənsul beyt billəyl yurisul fəqr. Gecə yarısı ev süpürməklik fəqirlik gətirər.